Salih xanım, bir neçə gün öncə soydaşımız, tanınmış jurnalist Mais Əlizadə ilə bağlı yazdığınız kitabın və çəkilən filmin təqdimat mərasimi oldu. Bax, çox maraqlıdır sizin tanışlığınız, dostluğunuz və bu kitabın ərsəyə gəlməsi, bu filmin çəkilməsi. Nədən qaynaqlandı bu ideya? Təşəkkür edirəm. Öncə Mais bəyin ruhuna sayğı ilə başlayaq söhbətimizi. Mais bəyi mən 5 ildir tanıyırdım. Ondan öncə heç bir tanışlığımız olmamışdı. Həyatda da heç bir dəfə də görmədim. Qismət olmadı. Mais bəyin Azərbaycan ədəbiyyatında, Azərbaycan mətbuatında varlığı bir hadisə idi. Mais bəy 90-cı illərdən müstəqilimiz uğrunda mübarizənin öncülərindən biri idi. Bu həkimlərdə bir söz var, Hipokrat andı içirlər ki, mən bütün varlığımla xəstələrə belə xidmət eləyəcəm və s. Mətbuatda da, jurnalistikamızda da belə bir şey var. Sən nə olur olsun, düzü düz, əyrini əyri yazacaqsın. Mən çox sadə dildə dedim və Mais bəy bu kəlmənin hərif bə hərif ömrünün sonuna qədər yerinə yetirdi. Mais bəyin ilimiz 365 gündürsə, Mais bəy demək olar ki, 2 dəfə ondan artıq hər il mətbuatda yazısı görsənirdi. Çox məhsuldar idi. Və qələmə aldığı mövzular sadəcə siyasi mövzular, ictimai-siyasi hadisələri deyil, eyni zamanda ədəbiyyatımıza, dünya ədəbiyyatına nümunələr, həm tərcümələri var idi, həm ədəbi tənqidçi kimi münasibət bildirirdi. Mais bəy çox şaxəli bir yazar idi, jurnalist idi. Mais bəy Sabirabadın Olacaqlı kəndində dünyaya göz açmışdı 1961-ci ildə və taleyə elə gətirdi ki, 92-ci il Türkiyədə ilk konsolluğumuz açılanda Mais bəy orada ezam olunur ailəsi ilə birgə. Ömrünün sonuna qədər sonra Mais bəy Türkiyədə yaşadı. 32 il yaşadı və orada yaşasa da, yəni belə deyək də, qürbət də deyə bilmirik. Çünki Türkiyə qürbət demək dilimiz gəlmir. Ancaq ürəyi daim Azərbaycanla vurulurdu. Azərbaycanda baş verən bütün hadisələr, ədəbi, ictimai, siyasi hadisələri ilk işıqlandıran Mais bəy olurdu. Bilirsiniz, mənim Mais bəylə bağlı sual verdiniz ki, kitab necə oldu, film necə oldu, ərsəyə gəldi. Kitabın ön sözündə də yazmışdım. Bu içimdən gələn bir his var mənim. İnsanların bir-birinə vəfa borcu deyilən bir anlayış var. Mais bəy üçün bir vəfa borcu olsun dedim. Dünyasını dəyişəndə mart ayının 6-sında Ramazan ayı idi. Mais bəy özü də oruç tutmuşdu, sonra bildik. Ölümündən bir neçə saat qabaq elə mənlə telefonda danışmışdı. Axşam radiyələrində elə iftara biraz qalmış. Şikayət elədi ürəyindən. Dedi, səhərə qədər yatmamışam. Salih xanım, mən biraz da danladım, belə deyək də bir bacı kimi. Dedim ki, Mais bəy, belə olmaz axı, bu sağlamlığınızla siz risk eləyirsiniz. Səhər bu acı xəbəri əvvəlcə anlamadım. Oğlu Toğrul başsağlığı yazmışdı. Elə bildim ki, Mais bəy yazıb. Babası haqqında, yəni atası haqqında. Bir qədər keçəndən sonra biləndə ki, Mais bəydir, yenə inanmadım. Telefonuna göz yaşları ilə səs atdım. Sonra başsağlıqlarını oxuyandan sonra o acı həqiqətin real olduğunu bildim. Bir neçə gün toparlana bilmədim və orada toplanan, Facebook səhifəsində toplanan başsağlıqlar məni belə silkələdi və düşündüm ki, ümumiyyətlə Mais bəylə bir dəfə söhbətimiz olmuşdu. Deyirdim ki, yarı zarafat, yarı ciddi deyirdim ki, Mais bəy, siz bir məktəbsiz. Bu məktəb belə getməsin də boşuna. Məqalələrinizi bir toplayın bir yerə, cəm eləyin. Qoy ondan bəhrələnsinlər, gülürdü. Deyirdi, ay Salih xanım, mənə bu qədər böyük dəyər verirsiniz. Dedim, valla, hələ az deyirəm. Və Mais bəy dünyasını dəyişəndən sonra qərarı aldım ki,
mütləq və mütləq Mais bəyin məqalələr də daxil olmaqla müxtəlif səpkili, həm siyasi, ictimai hadisələri əks elətdirən, həm ədəbiyyatla bağlı əks elətdirən məqalələr olsun, eyni zamanda ailə üzvlərinin, dostlarının, əlbəttə o kitab indi 496 səhifədir, biz onu 2000-3000 səhifə də elə bilərdik. Mais bəyin çevrəsi çox geniş idi. Ancaq elə hardasa deyim sizə 32 dostlarından, yaxınlarından düşüncələrini, Mais bəylə bağlı fikirlərini aldıq və məqalələri orada yer aldı. Bir də xatirə şəkilləri və təqdimatda film dediniz. Bəli, mən bir neçə dəfə Saatlıya getdim. Onun oxuduğu məktəbdə olduq. Hətta onun əyləşdiyi partada əyləşdim. Müəllimi müsahibə verdi. Bax belə, Azərbaycan ədəbiyyatında, Azərbaycan mətbuatında elə bir iz qoydu ki, yəni məktəb qoydu, bayaq da dedim. Bu məktəbdən ağlı olan öyrənsin, bəhrələnsin. Mais bəyin işləri çoxdur, gördüyü işlər, yəni vətən naminə, dövlətçilik naminə, eyni zamanda əsl vətənpərvər idi. Yəni və bunu da öz işlərində, əməlində göstərirdi. Mais bəy o qədər vətəninə bağlı bir insan idi. Ümumiyyətlə türkçülük, torançılıq, cumhuriyyət, bunun üçün o prioritet idi. Onun alın yazısı idi, onun kredosu idi. Yazıların başında idi o. Və inanırsınız, o vətəndən uzaqda müəyyən günlər vardı, biz onları ki qeyd edirdik. Hamıdan öncə baxırdın ki, Mais bəy, məsələn, sabah deyək ki, 31 dekabr Dünya Azərbaycanlar Həmrəylik günü olacaq. Mais bəyin artıq dekabrın 30-unda yazısı hazır idi. Və Mais bəyin yazılarında bir, deyim, özəlliyi də nədə ibarət idi? Mais bəy o insanları ki, bilirik, o rüşvətxorları, korrupsionerləri, yaramazları, belə deyək də, o mənfi ünsürlərin hamısını elə bu Cəlil Məmmədquluzadə sayağı elə gözəl qələmə sarkazmla, çox güclü sarkazm var idi, ironiya var idi. Hətta bəzən oxuyurdum, başa düşmürdüm. Deyirdim, Mais bəy, deyəsən burada nəyisə bir səhv eləmişsiniz. Deyirdi, Jalə xanım, qayıt bir də oxu. Hətta bir dəfə belə bir şey oldu. Baxıram, Mais bəyin yazısı gedib. Məqalənin altında da bir YouTube'dan bir qədim bir şarkı var. Türklərin ifasında. Və tez yazdım ki, Mais bəy, siz yazının altına görkür ki, əliniz gedib, düyməni basmışsınız, bir şarkı gedib oradan. Gülə-gülə yazdı ki, Jalə xanım, məqaləni oxumamışsınız. Amma mən yazmışdım ki, oxumuşam. Oxumamışsınız, oxuyun və sonra görəcəksiniz ki, o mahnı ora uyğun gəlir, yoxsa yox. Oxudum, gördüm, həqiqətən. Bilirsiniz, bunun üçün nə qədər Mais bəy ensiklopedik biliyə malik bir adam idi. O qədər dünya görüşü zəngin idi ki, və orada məqaləyə uyğun o mahnını nə cür seçib qoymuşdu. Valla o bir hünərdir, o bir, yenə də deyirəm, işin peşəkarcasına bacarığın göstəricisidir, başqa bir şey deyil idi. Maalesef ki, həyat yoldaşı Tərinə xanım da gözəl dedi, kitabda da var, dedi, bu qədər sən sənətini sevəsən, bu qədər sən işvə bağlı olasan, amma bu qədər çətinliklərə disinə gələsən, amma səhhətvə qarşı bu qədər laqeyd olasan. Nə qədər işinə mükəmməl, işində nə qədər dürüst, təmənnasız, belə deyək də, mükəmməl də, böyük hərflə mükəmməl, amma sağlığına qarşı, belə deyək, o qədər laqeyd idi ki, gəldi axırda da bizi çox tez tərk elədi Mais bəy. Zamanda da dost kimi, yəni o dünyasını dəyişənə dostları da onun haqqında o qədər gözəl sözlər yazırdılar. Mən izləyirdim sosial şəbəkədən daha çox. Yəni eyni zamanda gözəl dost idi, gözəl insan idi. Məsələn, kitabda da var xatirələrdə, o gün təqdimatımızda da Nuriyə xanım çıxış elədi. Bizim Respublikanın əməkdar artisti Nuriyə xanım Hüseynli.
Sabirabaddan olan bizim gözəl şairimiz Səttar Qaracaqlı, sonra Rüfət Muradlı, bizim jurnalistikamızın nəhənglərindən olan Qulu müəllim, Qulu Məhərrəmli, professor Bədirxan Əhmədli, Vaqif müəllim, Vaqif Sultanlı, Baba müəllim, araşdırmaçı jurnal, hər kəs demək olar ki, eyni fikri dedi müxtəlif şəkildə və siz deyən kimi təmənnasız, vətənə bağlı, əqidəsinə bağlı, belə deyək də, jurnalistikamızın, mətbuatımızın generalı, başqa cür deməzdim və eyni zamanda mən Mais bəyə o kitabda da dedim, mən sizdən müsahibə alacaqdım dedim Mais bəy. Jurnalistikamızın bu il 150 illiyi oldu. Fürsət olmadı. Amma mən sözlərimi bu sözlə bitirəcəkdim. Təəssüf ki, bu sözlərlə bitirdim ki, jurnalistikamızın bir Mais Əlizadəsi var idi. Hansı ki, şəhid Mais Əlizadə deyirik. Çox təəssüf. Kitabınızın adı da çox diqqət çəkəndir. Mənim çox xoşuma gəldi. Yəni, onun adın seçimində necə oldu? Bəzən mənə nəşriyyatda da dedilər ki, Zahirə xanım, bəlkə əvvəlcə yazasınız özü, sonra sözü. Dedim, yox. Əgər kimsə ancaq onun özündən yazsaydı, adını qoyardıq özü və sözü. Yəni, özün içində darıxırıq, sözün içində. Amma ora toplaşanlar və biz Mais bəyin sözü üçün birinci darıxırıq. Yəni, orada müsahibə verənlərdən gedir söhbət. Ona görə də hər şeydən öncə söz meydana gəlib. Ona görə adını qoydu. Özü üçün də darıxırıq. Həqiqətən bugün Mais bəyin sözü üçün də darıxırıq, özü üçün də darıxırıq. Yəni, bu da içdən gələn bir köksümdən qopdu. Ona görə də adını belə qoyduq. Kitabın da, filmin də adı eyni adlanır. İçdən gələn bir şey oldu. Yəni, qeyri-ixtiyari mənim içimdən gəldi. Mais bəyin adı içində darıxır, özü içində. Ona görə kitabın adını belə qoyduq. Sözünü də axtarırıq, özünü də. Zahirə xanım, sizin yaradıcılığınız çox şaxəlidir. Bir neçə kitabların müəllifisiz, eyni zamanda bir neçə filmlərin ssenari müəllifisiz. Üstə gəldə mahnı yaradıcılığınız var. Bununla da bağlı mümkünsə. Düzünü deyim ki, Cəvər xanım, mən mahnı yaradıcılığını belə demək mümkündürsə, tövbələtmə eləmişəm. Onun da bir tarixçəsi var. Yəni, o tarixçəyə bir qayıtmaq istəmirəm. Amma deməli, böyük liderimiz Əbülfəz Elçibəy dünyasını dəyişəndən 3 gün sonra bir şeir oxudum qəzetdə. Cəhri kəndindən idi. Sadə bir müəllim Hüseyin Abdullah. Onun şeiri məni silkələdi. Və mən göz yaşları içərisində o şeiri, mahnını bəstələdim. Və o mahnını da dedim ki, Flora xanım, ya siz oxumalısınız, ya heç kəs. Sağ olsun, Flora xanım oxudu. Ondan sonra mənim yaradıcılığımda siz dediniz, şəhidlər mövzusu, qazilər mövzusu, vətən mövzusu belə deyək də ən önəmli yerlərdən biridir. Ana xət kimi keçir. Yəni, mən təsəvvür edə bilmirəm ki, o mövzuda mən işləməsəm, indi ola bilər heç kəs üçün maraqlı deyil mənim yazdıqlarım, söhbət ona getmir. Amma mənim özüm üçün, əgər o mövzuya müraciət eləməsəm, mən özümü belə deyək də tam hiss eləyə bilmirəm. Şəhidlərimizlə bağlı və yeri gəlmişkən mən deyim, şəhidlərimizlə bağlı ilk kitabım 1997-ci ildə nəinki Azərbaycan hərb tarixində, dünya hərb tarixində analoqu olmayan 8 igid kəşfiyyatçı haqqında bir araşdırma elədik. Mən istəyirəm bunu bir daha təkrar eləyəm. 8 igid kəşfiyyatçı Xocavənd istiqamətinə gedir. Onlar Xocavənd əməliyyatı deyirlər. Tapşırığı yerinə yetirib qayıdarkən onlar mühasirəyə düşürlər. 3 gün, 3 gecə qeyri-bərabər döyüşdə vuruşurlar. Axırda görürlər ki, əsir düşəcəklər və bu zaman Leytinant Elxan Ağayevin göstərişi ilə, çünki aydın məsələdir, o komanda verməsəydi mümkün deyil idi. Ondan öncə erməni gülləsindən yerdə qalan, yaralı qalan Zakataladan olan Aqil Mürsəloğlu Əhmədov
yəqin ki, dostlar elə bilir ki, o artıq şəhid olub. Qalan 7-si qucaqlaşaraq Allahu Əkbər deyib özlərini şəhid edirlər. Aqil Əhmədov 1 il 11 ay olmazın məşəqqətin çəkib erməni əsirliyində. Sonra onu Heydər Əliyev çox belə gərgin danışıqlardan sonra Aqili dəyişdirmişlər. Buradakı əsirlərin, erməni əsirlərinə. Mən o uşaqların xatirəsində, o igidlərimizin, yəni onların igidliyi dünya hərb tarixində yoxdur, olmayacaqdır. Onların şəninə bir kitab və stol üstü təqvim də 2022 ildə eləmişdim. Eyni zamanda Fədai Şəhidlər mahnısını bəstələmişdim. Sağ olsun Gülyana xanım da o mahnını ifa eləmişdi. Və o kitabın ekranlaşdırılması barədə düşünürsünüzmü? O kitabın ekranlaşdırılmasını Cəvahir xanım, mənim ən yaralı yerimə toxundunuz. Hər gün düşündüyüm bir məsələyə gəldiniz. Bəli, bu kitabın əsasında Əbədi Yaşayanlardır kitabın adı və onun türk variantını biraz dəyişdirmişik. 7 şəhid, 1 şahid adında gedir kitab və bizim çox gözəl böyük senaristimiz Eldəniz bəyin, Eldəniz Quleyev Qollivud səviyyəsində bir senari yazıb, amma biz onu maliyyələşdirə bilmirik. Amma Naxçıvan Kukla Teatrının sağ olsun Səyyad Məmmədov söz verib ki, senari yazmışam bir tamaşa. Yəqin ki, yaxınlarda biz tamaşaya baxacağıq. Amma film mütləq çəkilməlidir, mütləq. Əgər qismət olarsa 2026-cı ildə bir neçə vaxtı topladığım eselər, hekayələr yer alacaq. Qismət olarsa. Çox təşəkkür edirəm Jalə xanım, gəldiniz. Mən sizə təşəkkür edirəm və mən bir şey də xüsusi qeyd eləmək istəyirəm şəhidlərimizlə bağlı. 2 ay bundan öncə 5 şəhidimizə aid kitab nəşr elədik və ondan öncə 29 şəhid. Mən sizin efirdən istifadə eləyib, fürsətdən istifadə eləyib bir şey demək istəyirəm. Cəvahir xanım, mənim ürək ağrısı ilə, bilirsiniz, son illər mətbuatda, televiziya ekranlarında qələbəmizin zəfərlə bağlı söhbətlər olanda nədənsə bunu ancaq 44 günlük müharibədəki şəhidlərin adı ilə bağlayırlar. Bu bizim 90-cı ildəki şəhidlərimizin valideynlərini ağrıdır, insanları ağrıdır. Dəfələrlə bunu şahidi olmuşam. Bizim 90-cı ildə gedən igidlərimiz, şəhid olan igidlərimiz, qazilərimiz ov tüfəngi ilə getmişdilər. Onlar o vaxtı bu cür texnika yox idi, bu cür sursat yox idi və onların adını heç vaxt unutmaq olmaz və mən həmişə mənə sual verirlər ki, axırıncı kitabın ki adı belə idi, Kiçik Dünyanın Böyük İnsanları şəhidlərimizlə bağlı və mən bununla yekunlaşdırmaq istəyirəm ki, Cəvahir xanım, mən şəhid ailələrini gəzdikcə, onların ailəsi ilə, onların keçdiyi döyüş yolu ilə maraqlandıqca, qələmə aldıqca bu dünya, bu igidlərin qarşısında o qədər kiçik görsəndi ki, bizim hər birimizin borcu şərt o deyil biz kitab yazaq onlar haqqında. Amma hər məclisdə, hər görüşdə onları və onların valideynlərini yad etməliyik. Bizə əmanət qoyduqları balalarını yad etməliyik. Bir daha təşəkkür edirəm sizə. Çox sağ olun.